Təşəkkür edirəm. Hörmətli xanım sədr, hörmətli hökumət üzvləri, deputat həmkarlarım və media mənsubları. Biz biraz sonra 2026-cı ilin dövlət büdcəsini ikinci oxunuşda müzakirə edəcəyik. 2026-cı ilin dövlət büdcəsi hazırlanarkən əsas məqsədlərdən biri ölkənin sosial-iqtisadi inkişaf tempini daha da artırmaq, regionların potensialını genişləndirmək və insanların gündəlik həyatına birbaşa təsir edən infrastruktur layihələrini prioritetə çevirmək olmuşdur. Bu prioritetlərin davamı olaraq Cənab Prezident İlham Əliyevin deputatı olduğum Zərdab rayonunda əhalinin gündəlik həyatında və təsərrüfat fəaliyyətində mühüm rol oynayan Məlikmutlu, Çallı, Salahlı, Hüseynxanlı, Xəmmədli avtomobil yolunun əsaslı təmiri ilə bağlı dünən imzaladığı sərəncamı mən burada xüsusi olaraq qeyd etmək istəyirəm. Belə ki, Prezident sərəncamına əsasən 8000 nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən həmin avtomobil yolunun əsaslı təmiri məqsədi ilə dünən ilkin olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2 milyon manat vəsait ayrıldı. Bu sərəncam həm rayonda yaşayış məntəqələri arasında əlaqənin yaxşılaşdırılması, həm də kənd təsərrüfatı məhsullarının daşınması, sosial xidmətlərə çıxış və ümumi hərəkət təhlükəsizliyinin artırılması baxımından böyük əhəmiyyət kəsb edir. Bu layihənin həyata keçirilməsi Zərdab rayonunda və ətraf kəndlərdə yaşayan 10 minlərlə insanın həyatına birbaşa müsbət təsir göstərəcək, eyni zamanda 2026-cı ilin dövlət büdcəsində nəzərdə tutulan regional inkişaf proqramlarının uğurlu icrasını daha da sürətləndirəcəkdir. Bu kimi layihələrin yeni büdcə çərçivəsində maliyyələşdirilməsi regionların dayanıqlı inkişafını təmin etməklə yanaşı, həm də ölkə üzrə vahid infrastruktur siyasətinin reallaşdırılmasının bariz nümunəsidir. Yolların yenilənməsi və müasirləşdirilməsi yalnız fiziki infrastrukturun yenidən qurulması deyil, eyni zamanda bölgələrdə iqtisadi aktivliyi artıran, yeni iş imkanlarını yaradan, əhalinin sosial rifahına töhfə verən vacib faktordur. Vətənimizin hər qarış torpağının dirçəldilməsi, ölkəmizin bütün regionlarının inkişafı, hər bir Azərbaycan vətəndaşının rifahının yüksəlməsi yönündə dövlət başçımızın rəhbərliyi ilə atılan bütün addımlar ölçüyə gəlməz dərəcədə böyükdür. Mən fürsətdən istifadə edərək bugün bu tribunadan Cənab Prezident İlham Əliyevə deputatı olduğum rayonun sakinlərinin, eyni zamanda 10 minlərlə seçicisinin adından sonsuz minnətdarlığımızı çatdırmağı özümə borc bilirəm. Diqqətinizə görə təşəkkür edirəm.